Bak, bu pişiğimizde bimaristane İmam Rıza. Bu bir dənə əriyə ağacıdır dostlar. Baxın görün nə gözəl bax. Bu gün abanın 8-i. Bu bimaristane İmam Rıza'nın əriyə ağacı. Baxın görün siz bir dənə sarı yarpağını da tapa bildiniz. Eynən bəhar. Adam deyir bəlkə bəhardır. Mənim otağı içi yatmışam, bəstəriyəm, ruberuy otağı mən. Vaقعا dururam sübhlər, bunun fəzası adamı yəni vaقعا sərsəbz ürəyin eləyir zində. Baxın görün nə gözəldir. Siz baxın gözəlliğə. Vaقعا yəni bəli, əriyə ağacıdır. Baxın görün harda və siz bir dənə burada yəni bir dənə buradan qırmızı yarpaq, zərd yarpaq görürsüz? Yox. Yəni adam Allahın nemətlərinə o qədər gərək şükrgüzarı şükrdən olaq ki, vaقعا yəni mən bunu əriy ağacının fəzasından baver eləyin, yəni elə bil bir dənə behiştəyəm, behiştə. Yəni gördükcə keyf eləyirəm Allahın gözəl nemətini. Baxın görün, bir dənə siz sarı yarpaq bunda görürsüz. Gömgöy elə bil təzə bahardır. Allah min şükür nemətləriyə. Vaقعا yəni adam baxır Allahın nemətlərinə keyf edir. Bu ağac mənim ruhiyyəmi təzəlir. Baver eləyin, o qədər keyf edirəm bu ağaca baxıram. Ehsas edirəm ki, təzə hələ bəhardır. Vaxalın ki, az qalır qar yağa. Vaقعا gömgöy. İnşallah ki, həmişə ürəklərimiz bu cür basəfa və şad və mehriban olaq. Allahın nemətlərinə baxaq, bir-birimizə mehriban olaq. Siz də baxın, xeyir. Çox gözəl.